Murad bəy, başlayaq birinci ondan ki, Donald Trumpla Volodymyr Zelenski arasında görüş keçirildi və Trump bu barədə açıqlama verib. Deyir ki, Zelenski bu dəfə daha sakit idi. Razılaşma ilə də qismən razı görünürdü, bir o qədər də sakit görünürdü deyəndə əslində Zelenski bundan öncə də sakit idi. Donald Trump və Zelenski görüşündə qəzəblənən tərəf Zelenski deyildi. Daha sonraki mərhələdə onu bir növ necə deyərlər özündən çıxarmağa çalışdılar. Donald Trump deyir ki, bu dəfə daha sakitdir. Bu deməkdir ki, yəni onun şərtləri ilə mi razılaşır? Mən deyə bilmərəm ki, Zelenski onun şərtləri ilə razılaşsın. Ona görə səsləndirilən şərtləri bir qədər bundan əvvəl siz televiziya vasitəsilə də bunu səsləndirdiniz. İşğal olunmuş ərazilər Rusiya nəzarətində qalacaq və Krımla bağlı bu məşhur məsələ ki, Krımın Rusiya ərazisi kimi tanınması məsələsi müzakirə. Belə bir fikirlərə heç bir Ukrayna rəhbəri istəyir, Zelenski olsun, istəyir, başqası olsun, heç vaxt razılaşa bilməz. Ona görə ki, bu birbaşa olaraq Ukrayna xalqının qərarıdır. Amma Trump'ın fikirləri, bilirsiniz, Trump bu barədə çox başarılı bir siyasətçidir. Bu adam 11 il NBC-də böyük bir məşhur Amerika şousunun aparıcısıdır. Və ictimai fikirlə işləməyi o başarır və medianın diqqətini cəlb etməyə başarır. Və bu səfər niyə o Zelenskiyə qarşı daha da biraz yumuşaq yanaşır və paralel olaraq biz görərik ki, Rusiya qarşı da artıq aqressiv fikirlər söyləyir. Bu onun göstəricisidir ki, bunun həyata keçirmək istədiyi proqramı artıq Rusiya tərəfindən tormozlaşır. Son Rusiyanın raket atəşi dünyanın, xüsusi olaraq Amerikanın ictimai fikrində mənfi təsir göstərib. Və Trump istəsə də bunu, istəməsə də Amerikadakı ictimai fikirlə razılaşmalıdır. Və nəzərə almaq lazımdır ki, ictimai fikir Trump'ın xeyrinə deyir. Ona görə ki, reytingi də azalır. Bəli, reytingi bu günləri biz qeyd edirik ki, Trump'ın artıq 100 günlük fəaliyyətinə qiymət vermə məsələsi var. Və reytingləri araşdırarkən məlum olub ki, Amerika tarixində 100 gündə ən aşağı reytingi olan, yəni 39% bunu dəstəkləyir seçicilər. Ən aşağı olan prezidentdir və bu istəsə də, bunu istəməsə də nəzərə almalıdır. Ona görə ki, Respublika Partiyasının gələcəkdə seçkiləri olacaq gələn il. Bunlar hamısı nəzarətə keçirməlidir. Bu baxımdan da o Zelenski ilə bağlı bu cür müsbət fikirlər söyləməyə məcburdur. Zelenskinin də açıqlaması var. Müharibənin hansı nöqtələrdə getməsinə dair, eləcə də bu gedişatın hara gətirib çıxaracağı ilə bağlı. İstəyərdim ki, həmin açıqlamanı eşidək, daha sonra sizlə müzakirəmizi davam etdirək. Döyüşlərin əksəriyyəti Pokrovsk, Kramatorsk, Limansk və Kursk istiqamətlərində gedir. Ordumuz Kursk və Belqrad vilayətlərinin müəyyən ərazilərində aktiv müdafiə hərəkətlərini davam etdirir. Cəbhədəki vəziyyət və Rusiya ordusunun real fəaliyyəti sübut edir ki, dünya tərəfindən Rusiyaya müharibəni dayandırmaq üçün mövcud təzyiqlər yetərli deyil. Tezliklə 50 gün olacaq ki, Rusiya Amerika Birləşmiş Ştatlarının tam və qeyd şərtsiz atəşkəs təklifinə məhəl qoymur. Ukrayna martın 11-də bu təklifi qəbul etdi. Həqiqi diplomatiya üçün daha çox imkanlar vermək məqsədi ilə Moskvaya daha çox hiss olunan təzyiq lazımdır. Dünyada Ukraynanın yanında olan hər kəsə təşəkkür edirəm. Murad bəy, əslində Zelenski deyir ki, biz qəbul etdik. İndi top Rusiya tərəfindədir. Hətta Almaniyanın müdafiə naziri də bir açıqlama verib. O deyir ki, ümumiyyətlə Trump'ın şərtlərini gərək qəbul etməsin. O, bu sənəddən bir o qədər də razı deyil. Amma Zelenski deyir ki, biz qəbul etdik, Rusiya qəbul eləmir. Sizcə, az öncə də dediniz ki, inanmıram ki, Zelenski də razılaşsın. Bu təzadlı açıqlamalar, bir-birini təksib edən cümlələr, yanaşmalar bəs nədən xəbər verir? Bu onun göstəricisidir ki, bilirsiniz ki, siz qeyd elədiniz o Ağ Evdə məşhur hadisədən sonra Fransanın və Böyük Britaniyanın rəhbərləri çox güman ki, Zelenski məsləhət görüblər ki, Trumpla publik olaraq mübahisələrə daxil olmasın və müəyyən məsələlərdə hansılar ki, Ukrayna maraqlarına zidd deyil və Zelenskinin özünün şəxsi reytinqinə zidd deyil, müəyyən məsələlərdə razılaşma olar və
istifadə eləmək lazımdır ki, Trumpın özünə də təzyiq eləmək. Bax, biz eşitdiyimiz indi Zelenskinin çıxışı, fikir verin, siyasətçinin əsas məqsədi idi ki, ictimai fikri yönəldirdi ki, Rusiya Amerikanın, xüsusi olaraq Trumpın şərtlərini qəbul eləmir. Yəni, bu çıxışın əsas məqsədi Amerikanı Rusiyaya təzyiq eləməyə vadar eləməkdir. Məqsəd bundan ibarətdir və Zelenski çox məharətlə bunu istifadə edir və nəzərə almaq lazım. Zelenskinin dünyada reytingi çox yüksəkdir. Biz Vatikanda da gördük, ora daxil olanda əhali tərəfindən necə alqışlaşırdı və ondan əvvəl hətta Fransada vaxtı ilə Trumpın ilk səfəri olan vaxtı heç bir prezidenti bu cür ayaq üstə alqışlanmadı. Yəni, bu ictimai fikirdən istifadə edib, bilirsiniz ki, Avropa ölkələri, xüsusən Amerika Birləşmiş Ştatları rəhbərləri ictimai fikirdən asılıdırlar. Və bundan məharətlə istifadə edib Ukrayna maraqları üçün həyata keçirdi. Son görüşdə isə mən hesab edirəm ki, real məqsəd orada bir neçə idi. Birincisi, əlbəttə ki, təsir artırmaq Rusiyaya və bunun nəticələrini biz gördük, artıq Trumpın ritorikasında bu görsənilir. İkincisi də Ukrayna tərəfi çalışır Amerika Birləşmiş Ştatlarından silahlar almağa və bu silahların içində xüsusi olaraq hava hücumundan müdafiə sistemində olan silahlar Patriotlardır və bunun üçün hətta Avropa tərəfdaşları da maliyyə yardım verməyə hazırlar. Hesab edirəm ki, bu qədər. Murad bəy, biz elə Trump-Zelenski görüşündən danışırıqsa, Emmanuel Macronun o görüşdə qəbul edilməməsi ilə bağlı da kadrlar yayımlanıb. Kadrları ekrana gətirək, bunun üzərindən Murad bəyin fikirlərini də almaq istəyirəm. Murad bəy, bugün doğrudan da mı tam ekranda verək, üzərində sizin şərhlərinizdə işləyək, doğrudan da mı bugün Fransa prezidenti Emmanuel Macronu Donald Trump masada görmək istəmir? Bir mənalı olaraq, ümumiyyətlə, Trumpın bir nömrəli düşmanları solçu qüvvələrdir və Fransa prezidenti sol hərəkatının lideri kimi Trump tərəfindən qəbul olunur və sadəcə olaraq, publik olaraq bunu bildirməsə də, amma onun fikir verin, İtaliya baş nazirindən fərqli olaraq münasibətlər fərqlidir. Amma bu səfər bu görüşlə bağlı əlbəttə ki, Macron istifadə eləmək istəyir bunu öz PR üçün, özü də iştirak eləsin bu görüşdə. Və bu cür hərəkatı mən yada sala bilərəm ki, Azərbaycan prezidenti eləmişdi. Vaxtı ilə Ermənistan baş nazirlə görüşə Macron çalışırdı iştirak eləmək. Yəni Macron öyrəşib əslində belə bir bəli, müxtəlif görüşlərdən, bu cür görüşlərdən özü üçün siyasi dividend yığmaq üçün çalışır. Və bu səfər isə bu televiziya kameralarının qarşısında oldu və jurnalistlər bunu gördülər. Emmanuel Macron və digər Avropa İttifaqı ölkələri ümumiyyətlə Rusiya-Ukrayna cəbhəsində baş verənlərə biraz fərqli aspektdən yanaşırlar. Bugün Donald Trump tamamilə fərqli yanaşma ortaya qoyur, amma bu vaxta qədər müharibənin davam etdirilməsinin əsas uğuru kimi həm də o göstərilirdi ki, Birləşmiş Ştatlar və Avropa İttifaqında vahid yanaşma mövcuddur. Müəyyən fikir ayrılıqları əlbəttə ki, çıxmaq şərti ilə fikir ayrılıqlarına. İndi isə Donald Trump və Avropa İttifaqı arasındakı o fikir ayrılıqları dərinləşir. Zelenskinin qorxusu həm də buna görədirmi, ona görə deyilmi ki, biz sülh müqaviləsinə, bu razılaşmaya hazırıq. Çünki Böyük Britaniya, Fransada Birləşmiş Ştatlar olmadan Ukraynaya yardım göstərmək istəmir, çəkinir qismən. Bilirsiniz, Ukrayna prezidenti bir mənalı olaraq bu günə deyə bilməz ki, biz razı deyirik atəşkəsə və biz sona qədər öz torpaqlarımız azad olunması üçün vuruşacağıq. Bu əslində real çıxış olmalıdır. Amma dünya ictimaiyyəti, yenə də deyirəm, beynəlxalq sponsorlar, həmən o xarici ölkələr sponsorlar, onların bu ritorika qəbul olunmazdır. Və Ukraynaya dəstəyi davam eləmək üçün, Ukraynaya istər maliyyə cəhətdən, istər hərbi cəhətdən dəstəyi inkişaf elətdirmək üçün Ukrayna prezidenti məcburdur sözdə bu cür fikirləri söyləsin. Amma reallıqda biz görürük ki, Ukrayna tərəfi silahlanma ilə bağlı fəaliyyətini çox gücləndirib. Hətta bir də deyə bilərəm, bu yaxınlarda açıqlama verdilər və görüntü verdilər ki, Ukraynada tikilən dron istehsalı zavodu gündə 4000 dron istehsal eləyir. Fikir verin, gündə 4000 dron istehsal edən ölkə, siz də sülhdən danışırsınız. Yəni, paralel olaraq bu işləri Ukrayna görür və bu sadəcə olaraq diplomatik ritorikadır.
Amma siz sualınızda dediniz ki, fərqli mövqelər var. ABŞ-la Avropanın yanaşmasında bu nə cür təsir edəcək? Bilirsiniz, burada yaxşı tərəflər də var, pis tərəflər də var. Biden dövrü biz görürdük ki, sözdə Biden Avropanın mövqeyi ilə birgə Ukraynanı dəstəkləyirdi. Amma real dəstəyə gələndə hansısa bir silah-sursat verməyə ciddi məsələlərdə Amerika Birləşmiş Ştatları hətta Avropaya təzyiq eləyirdi ki, onlar bunu etməsinlər. Yadınıza salın, vaxtı ilə Hollandiya, Danimarka, Ukraynaya F-16'lar vermək istəyəndə bunun qarşısına ABŞ almışdı. Amma bu günləri Trump bəli, ritorikasında fərqli ritorika, çox vaxt Rusiyanın mövqeyinə üstə-üst düşür. Amma Avropanın Ukraynaya dəstək verməsi, o cümlədən hərbi cəhətdən dəstək verilməsinə heç bir məhdudiyyətlər qoymur. Bu da yaxşı tərəfləri də var. Yəni, vəziyyət elədir ki, bir mənalı demək çətindir. Murad bəy, bir tərəfdən də Şimali Koreya amili var və bu vaxta qədər Ukrayna yüksək səslə deməyə çalışırdı ki, Şimali Koreya əskərləri orada vuruşur. Ancaq həm Rusiya, həm Şimali Koreya bunu inkar edirdi. İndi isə Vladimir Putin birbaşa Şimali Koreya əskərlərinə təşəkkürünü bildirib ki, Kursku Ukraynadan azad elədiniz və elə əslində Şimali Koreya agentliyindən də, mərkəzi agentliyindən də xəbər təsdiqlənib ki, bəli, Şimali Koreya əskərləri orada savaşıb. Düzdür, nə Şimali Koreya, nə də Rusiya dünyada baş verən proseslərə məhəl qoyur, yəni öz tutduqları xətlə irəliləyirlər. Ancaq bu vaxta qədər gizlətmələri fonunda indi yüksək səslə demələrinin arxasında nə dayanır? Çox güman ki, Koreya rəhbərliyi maraqlıdır ki, onun bu proseslərdə iştirak olunması səsləndirilsin rəsmi şəkildə ki, bundan da hansısa bir dividendlər ala bilsin. Ona görə Şimali Koreyanın siyasəti fikir verin, daim olaraq beynəlxalq aləmə təzyiq göstərməkdir. Hər dəfə nüvə proqramı ilə təzyiq eləyir. Bu səfər də özünün silahlı qüvvələrin güya belə bir güclü olmasını faktı onun üçün maraqlıdır. Dünyanın ikinci ordusu olan dövlət öz ərazisini yarım ildən çox da azad eləyə bilmir və Şimali Koreyanın əskərlərini dəvət eləyir ki, ona köməkli eləsinlər. Baxmayaraq ki, Rusiyanın baş qərargah rəisi bəyan eləmişdi ki, biz Kursk'ı azad eləmişik Şimali Koreya əskərlərin köməyi ilə. Amma əslində hələ də Kursk ərazisində Ukraynanın, xüsusi olaraq Belqrad ərazisində Ukrayna silahlı qüvvələri mövcuddur. Yəni, bu biraz təzadlı bir məlumatdır. Baxış nöqteyindən görürsən ki, bu cür Rusiya kimi dövlət Şimali Koreya ona kömək eləməyi ilə fərəhlənir. Murad bəy, bir tərəfdən də Donald Trump'ın vədi var. Biz az öncə əslində Birləşmiş Ştatların mövqeyi ilə bağlı danışdıq qısa. Amma 100 gün ötüb, yəni bu vəddən 100 gün ötüb, hələ də müharibə davam edir. Hətta çox kritik formada. Bir müddət bundan öncə Zelenski dedi ki, tərəflər razılaşmasa biz ümumiyyətlə geri çəkilə bilərik. Bu mərhələni görmək təhlükəsi qalırmı indi? Birləşmiş Ştatlar ümumiyyətlə desin ki, mən bu proseslərdə iştirak etmək istəmirəm və Rusiya, Ukrayna nə edirsə özləri etsin. O zaman tutaq ki, Birləşmiş Ştatlar geri çəkildi. Senari hansı yöndə irəliləyər? Senari bundan əvvəl 3 il nə baş veribsə, həmən o müharibə gedəcək və kimin birinci gündən müharibə başlayarkən, hətta bu studiyada mən demişdim, bu müharibənin taleyini resurslar həll eləyəcək. Və Rusiyanın resursları tükəndi, Ukraynanın resursları tükənir, amma Ukraynanın arxasında Avropa kimi böyük bir maliyyə cəhətdən nəhəng dövlətlər birliyi var və hərbi sənaye kompleksi də kifayət qədər yüksək səviyyəlidir. Yəni Avropa İttifaqını dəstək edirsiniz, kifayət eləyərmi? Əlbəttə kifayət eləyəcək. Bunu hətta mən bir nümunəni sizə gətirdim, drone müəssisəsi ilə bağlı. Mən bir neçə nümunə gətirə bilərəm. Almaniyanın ən böyük hərbi konsernləri, büyünləri kifayət qədər çalışırlar Ukraynanın təminatı ilə məşğul olmaq. Hətta Volkswagen kimi böyük bir avtomobil zavodu artıq bütün imkanlarını hərbi sənaye kompleksində keçirdir. Və bütün bu istehsal olunmuş Almaniyanın yüksək texnologiyalı istehsal olunmuş hərbi texnikası əlbəttə ki, Ukrayna üçündür. Amma Rusiyanın artıq bir gördü ki, Şimali Koreyadır və İran kimi ölkələrə ehtiyacı qalır. Bu baxımdan, resurs baxımdan Rusiyanın vəziyyəti yaxşı olmayacaq. Bu bir. O ki, qaldı Donald Trump'ın bəyanatlarına. Əlbəttə ki, özünün sığortalamaq üçün ola bilsin ki, o manevr eləsin. Ümumiyyətlə, Trump'ın fikirlərində davamlılıq axtarmaq olmaz.
istənilən vaxtı o fikrini tamamilə əks fikrə dəyişə bilər. Və hətta bir nümunə gətirim, məşhur Amerikan Washington Post qəzeti Trumpın bütün siyasi dövründə nə qədər yalan danışıb, onları sayıb və böyük bir fayl düzəldib. İnandırım sizi, bu rəqəmi mən oxuyanda mən özüm də təəccübləndim. 29.000 dəfə. Ona görə Trumpın bəyanatlarına inanıb hansısa gələcəyi planlaşdırmaq və yaxud onu təhlil etmək çox çətindir. Ola bilsin ki, sabahsı gün ona tam fərqli bir bəyanat versin. Murad bəy, təşəkkürümüzü bildiririk sizə. Minnətdarıq studiyamıza gəldiyiniz Sağ olun. üçün, fikirlərinizi bölüşdüyünüz üçün.